Qaynanam necədir bilirsinizmi? Qaynanam deyir, Niye yorulma, niye yeter. Kızım bugün çok çalıştın. Kızım dinlen. Mamam necədir bilirsinizmi? Bura niye belədir? Burayı kirpas götürübdü. Niye evi silmirsən? Sənin işin gücün nədir? Bu dolapların içi nə haldadır? Mənim mamam da belədir. Hə, belə olmasa mən də bu qədər təmiz olmazdım. Düz deyirsən. Düz deyirsən. Məni döyə-döyə təmizliyə öyrədibdi o, döyə-döyə. Uşaq vaxtı çox döyüb məni. Çox döyüb. Məni təmizlikdən ötürü neçə yaşım olardı? 10 ya da 11 yaşım olardı. Məni dolaba bağlayıbdı. Bilirsinizmi? Kitləyibdi dolaba. Məni qışın günündə qapıyı açıbdı, qapının dışına qoyubdu. Evdən atıbdı. Atıbdı dərkən cəza veribdi də. Cəza veriyordu hep bize. Vallahi billahi. Annem. Niye? Temizlik. Temizlik, temizlik, temizlik. Ömrümüz belə keçib bizim. Bizdə də eyniydi deyir. Hə də analar elədir canlar. Uşaqlarının daha təmiz, daha ağıllı, daha qanacaqlı olmasını istəyirlər. Bunun da yolu dövməkdir zannedirlər, amma elə deyil. Elə deyil, dövmədən də tərbiyə verə bilərsən. Mən dövməyəcəm məsələ, olursa inşallah. Tabii büyük de konuşmaq istəmirəm. Bir baxdınız tekme tokat daldım. O da olabilir. Ama dövmemeye çalışacağım. Her şey olabilir.